Uşaqlarda yürütməclərin, yəni hamımızın bildiyimiz xadnokların istifadəsi nə üçün zərərlidir və nə üçün tövsiyə olunmur? İlkin olaraq travmaların qarşısını almaq üçün. Çünki uşaqlar xadnoklarda normadan 3-4 dəfə artıq sürətlə hərəkət etdiyinə görə və valideynlərin nəzarətindən çox asanlıqla çıxa bildiklərinə görə xadnoklardan istifadə olunması travmaların artmasına gətirib çıxarır. 2. Ayaq əzrələrinin tarazlığının pozulması. Bu aylarda uşaqlarda əzrələr tam inkişaf etmədiyinə görə bəzi skelet deformasiyalarına, uşaqlarda barmaq ucunda yerimə, gec yerimə və s. kimi vərdişlərin qazanılmasına gətirib çıxara bilir. Onurğa və oynaqlara qeyri-fiziolojik yükün düşməsi. Yəni bunun nəticəsində uşaqlarda onurğa əyriliyi, dizlərdə deformasiyalar və s. kimi skelet deformasiyalarına gətirib çıxara bilər. Xüsusilə 4-10 ay arası uşaqlarda, yarımçıq doğulmuş uşaqlarda və əzələ sistemi zəif olan, əzələ hipotoniyası olan uşaqlarda tövsiyə olunmur.